Herkese salam. Bu mənim vlogumda təzə ilk videodur. Və belə bir qərara gəldim ki, bir neçə il sonra, əslində bunu mən çoxdan düşünmüşdüm, amma indi qərara gəldim. Elə bu dəqiqə qərara gəldim ki, mən YouTube kanal açmaq istəyirəm və YouTube kanalımı öz həyatımı paylaşmaq istəyirəm. Çünki çox maraqlı dostlarım var və s. Bu da mənim ağa, ən yaxın dostumdur. Hal-hazırda mən Türkiyədə yaşayıram, burada oxuyuram, İstanbul şəhərində. Çünki düşünürəm ki, zaten maraqlı aktivitelər eləyirik. Sizlə də bunu paylaşmaq istədim, maraqlı şeylər, harada nə var və s. Türkiyədə yaşayış da necədir? Yəni ümumi bir obzor çəkəcəm. Bu общем. Nəysə biz indi gedirik McDonald's-a. Coffee shop'dan çıxdıq. Əslində biz coffee shop'da şəkil çəkdirməyə getmişdik. Prosta ki, nəsə bugün o deyil, şəkillərdə qəşəng düşmürəm deyənə dedi ki, gedək yemək yeyək, boş versən bu şeyləri. Nəysə də belə bir gün yaşayıram. Bu arada biraz özüm haqqında bilgi vermək istəyirəm. Mən adım Suradır. Soyadım Atakişiyevadır. Instagram hesabım var, TikTok'um var. Dedim YouTube'um da olsun. Ona görə belə bir video çəkmək qərarına gəldim. Yəni burada oxuyuram. İkimiz də pedaqoji bölümü oxuyuruq. Birinci Bizdən bir psixolog çıxmır. Yəni belə bir qənaətə gəldik ki, bizdən psixolog çıxmayacaq. Ona görə indidən karyera quraq. YouTube falan. Neysə ki, belə bir pozitiv insanlarıq da biz. Bu dəqiqə biz şeydəyik, Mərtərdəyik. Burada çox probkadır. Cəmaət də bu maşınla gedir. Biz də yolun qırağı ilə. Nəfəsim çatmır, Hamı bizə baxıyıb bunlar neynirlər. Neysə, mən özüm musiqimi bitirmişəm. Necə 5 il pianino, 2 il vokal. Maşallah. Maşallah. Ağa da ki, mənim 21 yaşım var. Ağanın da ki, ayın 19'u 19 yaşı olur. 2 gün sonra. 2 gün sonra. Bugün ayın neçəsidir? Windows update geldi. Bugün ayın 17'sidir. 16. 3 gün sonra ad günüdür. Yəni dedi ki, belə bir maraqlı video çəkəydi. Evet. Yəni əslində heç YouTube'da video zagrujat eləməmişəm. Ona görə nədir? Ona görə mənim ilk videomda. Onu da dedim dostumla, can dostumla eləyim. Hə. İndi gedirik McDonald's-a, oturaq. Orada yemək zat sifariş eləyim, devamında orada çəkəcəm. Ondan burada da qatar gedir. Səsküy. Probkaya baxın bilən uşaqlar. O McDonald's reklamı var. Necə keçək biz burada? Hara gedirsən? Nə bilim. Sən yolu bilmirsən. Aha, keçək, gəl. Özümüzü maşınların altına atırıq bu dəqiqə. Bismillah. Allah. Hə. Bu общем, nə deyirdim mən? 16 aprel. Hə, aprelin 16'da hava çox gözəldir. Prosta ki, burada bilinmir də, hava çox tez dəyişilə bilir. Ona görə bugün belə geyinmişəm, kombinimi beləmişəm. Biz yenə də 10 dəqiqədir gedirik McDonald's-a tərəf, Mərtərdəki. Bugün çox maraqlı bir hadisə gəldi başıma, açığı şokdayım hələ də. Çoxdandır, bir 4-5 il bundan öncə bir dostum var idi. Onunla biz kafede rastlaşdıq bugün İstanbul'da. 4 il öncə gördüyüm dostum burada və çox dəyişilmişdi. O da məni tanımadı, mən də onu və şok oldum, qucaqlaşdıq elədi. Yəni dəhşət dərəcədə dəyişilmişdi də. Yəni belə deyim də, həqiqətən deyirlər dünya çox balacadır. Yəni hər yerdə hər kəsi rastlaya bilərsən də. Məsələ də budur ki, o dostumla bir yerdə işləmişik biz. Çox qəşəng də anılarımız var. İki belə bir parçanı danışmaq istədim sizə. Çox maraqlı və şok yaşadım da uçur. Hava çox qəşəngdir, amma zarafatsız. Sən üçün welcome. Sağ ol, Allah razı olsun səndən. Hə, yəni ki, həqiqətən dostlarımızı itirməyin, əlaqəmizi də kəsməyin ki, gələcəkdə haradasa biləsiz də, yəni haradadır, nədir. Həqiqətən çox sevindim dostumu rastlaşmağa, rastlaşdığım üçün. Ağa ucu səbirsizlənir, yemək istəyir, mən də acama, açığı, ac qarnı. Aslında ac deyildim mən. Mən evdə yemək yedim, çıxdım, səhər yeməyi. Bu boyda yol gəlmişik də biz o tərəfdən, təsəvvür eləyin. Gəldik. Haradadır? 100 metre dolardı. Orada, hə. Aha, gördüm şeyi.
Əlim quruduya belə. Açkimi götürməmişim deyə gözlərim əziyyət çəkir. De sen ol. Onda saçımı düzəldin. Bir də McDonald's göründü. Baxın. Böyük bir McDonald's var burada. 2 dəfədir gəlirəm ağa. Heç gəlməmişim. Burada heç gəlmirsən. Gəlmisən bura? Yox. Ha, belə. Gedək sifariş eləyək, oturaq. Videomuza davam edək. Burada onlayn o sifariş eləyən yerlərdə yoxdur. Ona görə kassada dayanmaq məcburiyyətində olacaq. Sifarişimi verdim. Ağa hələ də orada sifarişimi gözləyir. Mən ac olanda, məsələn, yemək yeməsəm, mən oca əsmət gəlirdən titriyirəm onu. Titrettin beni, titrettin. İndi bu dəqiqə o haldayam. Ağa da orada əsir, onsuz da. 117, 113. Bu aclıqdan, aclığın əlamətləri. 216, mənim məmrəmama 225'dir. Bu bura o qədər üstüdür ki, pəncərəni orada çıxartdım. Ağa hələ də sifariş verir bu arada. Bunun McDonald's'ını görmüşüm burada. Bu arada McDonald's burada açığı desəm elə də çox dadlı deyil. Ən dadlı yediğim McDonald's şeydəydi, İtalya'da. Amma çox bahaydı, daşı da özlü bahaydı. 2 nəfərə 60 euro ödəmişdi, səhv eləmirəmsə. Ağa mən axtarır orada. Hansı menünü aldın? 2 cheeter tavuk burger. Mən toyuq sevmirəm, uşaqlarıma görə ət sifariş edirəm. Toyuqdan ucu iğrəndim. Niye? 219, mən 225 ömür. Ben Ucu əsirəm, və əlməsin. 119. Yok 119. 225. Və bizim, təbii sevişib bizim işimiz. 214, 220 sırada da Geyinir. orada giderek 886 var. Bir dənə biz belə səbirsizik. Azərbaycanlı olduğu demədən göz. Sabır. Pəncərəni ki... Oy! Çok soğuk. Şərfimi də çıxartdım, çox boğuluram da. Özüm narahat istəyirəm, başa düşdük. Afiyet olsun. Bu şirniyyatlarda var, amma mən şirniyyat istəmirəm. Bugün el şəkərim düşüb, mən neyim? Acam, çox pis acam onda. Diyet. Şirniyyat yediyi də onsuz da. Şirniyyat yediyi, kofe içəndə şirniyyat yediyi. Məncə, mən kofedən sonra belə oluram. Mən ümumiyyətlə deyəsən kofe allergiyam var. Bir şey diyeceğim. Diyette değil mi? Yox, mən diyet saxlamam. 2 gün sonra kilo al falan. Bu arada mənim kilo almanın həqiqətən heç bir problemim yoxdur. Yəni mən nə qədər yesəm bir kilo almıram. Hə. O ağa yeyir 2 dəqiqə sonra kökəlir. Böyle kusacağım 1 dəqiqə. Mən gedim də qardaşımsan, mənim yeməyimi gətirərsən. Al. Xahiş edirəm. Dağıdıb eləmə. Mən gedim çöldə oturum, yoxsa həqiqətən özümü çox pis hiss də. Yəni oturmalıyam bir yerdə. Burada da yeri yoxdur təbii ki də. Doğal olaraq doludur. Həqiqətən. Bir şey var. Harda oturum burada? İçimdə getmedi. Boş yer yoxdur uşaqlar. Baxın, full doludur. Sandalye tapdım, bir dənə də masa tapdım. Oturdum. Mənim aclığa qarşı dözümüm yoxdur da. Aclığa basısız qalaram, problem yoxdur da su içməkdə. Amma ki ac olanda, yəni o olmuram da yəni. Bu arada McDonald's'ın Minecraft menüsü çıxıb da. Əslində Minecraft menüsünü alacaqdım. Prosta çox acam. Onun içində bilmirəm nələr var. Ona görə onu almadım. Sırf başqa menü aldım da. Minecraft menü alacağım amma içindəki oyuncağı istəyirəm də. 21 yaşım olmağına baxmayaraq yenə də uşaq kimiyim. Allah harda qaldı ne qardaşım, gəl çıxdı, acından ölürəm. Öləcəm bu dəqiqə acından. Yoxdur da dözümüm, yoxdur. Ağa gəlir. Bu da ağa. Ged özlə stul tapdı, özümü çox pis hiss edirəm. Qoydum. Stul axtardım.
belə bir menü sipariş elədim. Ağa da belə bir menü sipariş elədim. Diyet misin? Ya, mən diyet zat tutmuram. Sən ketçup sevirsən, mayonez. Fark etmez. Onda mən sən ketçup verim, mayonezi götürüm. Al. Mən mayonez sevirəm. Nuş olsun, başqa. Sonra o qədər acımışam ki. Tamam. Ay, kartuşkalar çok kaşar, yalan. Elbette McDonald's'ta her zaman güzel. Ya her zaman güzel olmaz. Сейчас снимай? Ya. Все время. Ben yeməklə daha çox ayran sevirəm. Mən niyə bunu açdım ki, içməsər? Mən daha çox ayran sevirəm yeməklə, çünki ayran həzm edir də yeməyi başa düşdün. Amma sən bunları daha yaxşı bilməlisən məndən. Ha? Sen bundan məndən daha yaxşı bilməlisən. Ayranı çok sevmem. Hiç sevmem. Ağzında qaldı. Oy, daha çədə pendir yapışıb şey. Soğan koyuplar hep. Ya. Çok tatlıca. Ben fikir verdim, başlış da hamı ayran sipariş edeyim. Çok güzel inşallah. Çok acımışım ya. Şu acımdan ölürüm. Gözüme ışık geldi. Bütün beyin hücrem işlemeye başladı. Kafam yerine yeni geldi. Bütün beyin hücrelerim çalışmaya başladı. Ama şeyde paylaşmadım. Bence normal burger sadece Minecraft gelir adı. İçinde oyuncak var. İstersen sana alırım. Al. Şuralar dəhşətizm. Ben axırıncı dəfə İstanbul'da McDonald's yiyəndə çox pis iyrənmişdim. Şeydən ötürü. Burası dadlı değildi de yani. Əti belə qəribədir. Amma bu həqiqətən Mərtərdəki McDonald's'a gəldim. Çok qəşərli. Şimdi başa düşürəm ya bu kadar insan var burada. Uşaqlar, nuggets'i yedim. Belə də yəni, burgeri qədər dadlı deyil. Özümü daha yaxşı hiss eləməyə başladım bu arada. Həqiqətən, sən demə mənim. Bakıda daha güzel. Mən yemişəm İtaliyada, çox dadlı. Amma çox bahadır. İtalya'ya ne vakit gittin? Ha? İtalya'ya ne vakit gittin? 2 il əvvəl getmişdim. 2 il əvvəl. Ha. Fransa'dan əvvəl İtaliyaya getdim də. Orada yedim. 60 euro çıxdı 2 nəfərə. Amma bir dənə gözəlliyi də ağa yəni. Onun yerini buradakı və ya Azərbaycandakı heç bir McDonald's vermir. 3 nefere. 2. Baka. Çok baka. Bahaydı. Donuram ya. Çok yedim. Qardaların səsi basıb aləm. Kartuşkamı da yiyeyim. Ağa bir dənə xasiyyəti var. Yemək yiyəndə çox düşünürüm. Nə düşünürüm amma bilmirəm həqiqətən. Her şeyden. Ya bu adam niye bu kadar düşünsün yemeği yanında? Mesela ben de 2 dakika yedim. Ya bir insan da düşünebilir ki yemeğin yanında. Ya bu nazlanır yani yemeğin yanında. İndi. İşten. Biz o... Oturdum, işten düşündüm, siyasetten düşündüm. Siyaset Allah hakkı ben doydum. Elhamdülillah olsun. Doydu ye uçak buradan da yani uçak. Sözün əslin mənim. Bakın uşaqlar Minecraft menüsü var burada. Necə göstərim sizə baxın. Bunu istəyirəm.
Ay, niyə belə prarığa düşdüm? Minecraft menüsü istəyirəm almaq. Sırf oyuncağı üçün açığı desəm valla. Amma deyəsən bunlar bilmirlər oyuncaq nə olur içində. Ona görə bilmirəm almayım. Amma yəqin ki alaram. Bilmirəm. Bunlar şey soruşdu Minecraft menüdə. Minecraft menü dedi ki var, amma oyuncaq vermirik içində. Mən də onun oyuncağı üçün istirdim açığa almaq. Dedi ki birinci gündən oyuncaqlı gələcək, amma saat 10-dan onun yarısı dedi gəlin. Ancaq o momentdə olacaqdı. Çünki gəldiyi an bitir dedi və belirli yerlərə verilmişlər. Yəni hər yerə verilmir. Ona görə səhər tezdən gəlib kestirmək lazımdır. Qiyməti də 330 lira dedi. 35. Manatla nə qədər eləyir? 15 manat. 5'ten çok olmaz. Menü içində oyuncaq var, 15 manat. Gərək marojna alıb gələrdi bura. Soğuk de. Soğuktan ayırdın. Doğru istersen. O da bir şeyle danışır kadın. Neyse de o menümü istirdim alım sırf şeyden ötürü. Bazı zaman onlardan korkuyorum. Türkçe çok pis danışıram. Uşaq vaxtı mənə çoxlu kindir alırdılar. Mən uşaq vaxtı kindirləri yığırdım. Yəni yığırdım, təsəvvür eləyin. Mən ciddi mənim bir vedrə kindirim vardı da. Sonra onu mən bacım uşaqlarını verdi anam. Dedi ki daha böyük qızsan bəsdir. Amma onda çox pis olmuşdum da, ağlamışdım ki niyə verdiniz də? Onda da 12 yaşım vardı. Götürdülər, verdilər də, yəni. Qalmışdı da bütün vedrədim. Niyə adam deyirlər, niyə verirsən də yəni? Yedi, indi də türklər demiş mayışdıq. Mayışdıq nə deməkdir? Yəni necə desəm, tənbəlləşdik. Yəni belə adam yemək yeyəndə belə hal olmur, yuxusu falan gəlir. Ahanda yuxusu gəldi. Yatmak istedim. Həqiqətən hava soyudu ya buradan bura. Sen dedim. Aha mənə dedi, mən çıxmadım öncəki qaldım amma. Bugün hava çox gözəl, həm də şəkil üçün fədakarlıqlar etdik. Tərdən evimə 30 dəqiqə falan yol var. Ki məncə indi duraq gedək çünki hava soyuq, mən soyuq olacaq sonra. 5 dakika. 5 dəqiqə biz gedəcəyik çünki çox soyuqdur. Yəni hava bugün 19 dərəcə idi indi amma ucu neçə dərəcə? 15 falan, 14. Yəni bu bizim ilk videomuzdur. Ümid edirik ki bəyənərsiniz. Həqiqətən də bizə dəstək olarsınız, mənə dəstək olarsınız. Dostumun kanalı yoxdur amma açacaq böyük ehtimal açarsa. Sabah dərsə gedəcəm bu arada. Sabah 4-cü. Sabah da üniversitet var. Bəzən bəzi şeylər səhv deyə bilirik, məsələn Azərbaycan dilində və s. Ümid edirik ki bu bir qınağa bir çevrilməz. Çünki biz həm türkçə oxuyuruq, üstəlik 2 dil bilirik, türkçədən də başqa. Rusca, ingiliscə bilirik. Mən rusca oxudum, ağa da rusca oxuyub. Mən ağadan daha yaxşı Azərbaycanca danışıram. Ona görə bəzən belə şeylərlə rastlaşa bilirik. Mən də bəzən error verir beynim Allah haqqı, çünki çox qarışıqdır uşaq vaxtından, bağçadan, hətta gözümü açdıqdan rusca danışmışam, ingiliscə oxumuşam, hələ fransızca da məktəbdə dərs keçmişik, ona görə belə deyim də, yarı sözləri, hətta çalışdığım qədər bir dəqiqə Azərbaycanca danışıram, amma bəzən yarı sözləri rusca, yarı sözləri Azərbaycanca deyirəm, çünki başa düşürəm ki, başqa cür anlaşa bilməyəcəm, yəni. Ağa vəbşə üçün də bilməyəm. Ona görə belə sürüyor, yoxsa çox danışım normalda. Neysə ki, ümid edirik ki, qınamazsınız. İşte başladı. İngilis artıq sizlə sağollaşırıq uşaqlar. Buradan zaten biz evə gedəcəyik. Vibe'a girir uşaqlar, baxın. Tamam. Biz sizlə sağollaşırıq. 3. dəfə. Çünki hələ ki sıfırdan başlayırıq. Ümid edirik ki, böyük bir ailə olarım sizlə. Sizi çox sevirik. Özünüzə yaxşı baxın, salamat qalın. Subscribe? Büyük ihtimal. Subscribe eləyin bizi. Sağ olun.